Laboratoriyaların əsas məqsədlərindən biri analizlərin dəqiq, etibarlı və təkrarlana bilən olmasını təmin etməkdir. Bunu sübut etmək üçün beynəlxalq müstəvidə qəbul edilmiş bir üsul var: səriştəlilik sınağı. Beynəlxalq bir təşkilat müxtəlif materiallar, məsələn, qida, yem və ya gübrə üzrə nümunələr hazırlayır. Daha sonra bu nümunələr müxtəlif laboratoriyalara göndərilir. Həmin laboratoriyalarda bu nümunələr analiz edilir və nəticə təşkilata göndərilir. Təşkilat isə nəticələrin uyğunluğunu yoxladıqdan sonra laboratoriyanın nə dərəcədə düzgün analiz etdiyini müəyyənləşdirir. Əgər nəticələr uyğunluq təşkil edərsə, bu həmin laboratoriyanın yüksək səriştəli olduğunu və beynəlxalq miqyasda etibarlı analizlər apardığının göstəricisidir. Deməli, səriştəlilik sınağı laboratoriyaların dəqiqliyi, keyfiyyəti, eləcə də metod seçiminin uyğunluğunun beynəlxalq qiymətləndirməsidir.